Salam hörmətli izləyicilər. Siz AZİ xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq əməkdaşlıqlar və akademik nailiyyətlər qeydə alınıb. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Oxford Universitetinin Executive MBA proqramının iştirakçıları ilə tələbələr arasında panel müzakirəsi keçirilib. Görüşdə beynəlxalq şirkət rəhbərləri və sənaye üzrə peşəkarlar tələbələrlə karyera inkişafı, liderlik və idarəetmə mövzularında təcrübələrini bölüşüblər. Rektor Dosent Rüfət Əzizov qonaqlara universitetin tarixi, təhsil prioritetləri və beynəlxalq layihələri barədə məlumat verib. Tədbir çərçivəsində qonaqlar universitetin laboratoriyaları, muzeyləri və Azərbaycan-Türkiyə Dostluq Mərkəzi ilə tanış olublar. Universitetin elmi və texnoloji potensialını yüksək qiymətləndiriliblər. Biz neft-qaz kiber təhlükəsizliyi və enerji sahəsində təhsil alan tələbələrlə görüşmək şansı əldə elədik. Görüş zamanı onlarla süni intellektin liderliyə və sənaye sahəsinə necə təsir etdiyi barəsində fikir mübadiləsi apardıq. Bu, həqiqətən maraqlı və dərin məzmunlu bir söhbət oldu və biz onlardan da çox şey öyrəndik. Burada biz fərqli istiqamətlərdə fəaliyyət göstərən liderlərin yaşadığı problemlər, onların belə deyək, təcrübələri haqqında məlumat aldıq. Eyni zamanda AI-ın, hansı ki bugün Artificial Intelligence mövzusunun bugün hansı istiqamətdə tətbiq edildiyi ilə bağlı çox maraqlı məlumatlar əldə elədik. Bugünkü mövzumuz transformasiya dövründə liderlik və süni intellekt məncə hazırda dünyada ən aktual olan iki mövzudan biridir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda keçirilən dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi mövzusuna həsr olunmuş bootcampda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin təqdim etdiyi layihələr maraqla qarşılanıb. Kompüter mühəndisliyi ixtisası üzrə tələbə Rasim Nəhmədlinin hazırladığı Hellowiz mobil tətbiqi tədbir iştirakçılarının diqqətini cəlb edib. Startap vasitəsilə fermerlər bir şəkil çəkərək 100-ədək bitki xəstəliyini erkən mərhələdə aşkarlaya və müalicə tövsiyələri ala bilərlər. Tədbirdə universitetin nəzdindəki Azərbaycan-Fransız Universitetinin kompüter elmləri ixtisası üzrə tələbəsi Pərvin Salahov da iştirak edib. O, UFAZ məzunu Məryəm Babayevanın təsis etdiyi layihəni təqdim edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət EcoCharge komandası Fibonacci Beynəlxalq Mühəndislik, Texnologiya və Riyaziyyat Konqresində uğur qazanıb. Səyyarə Məmmədzadə, Aydan Əliyeva və Fəxrənisə Sultanovadan ibarət komanda mentor Vüsal Babarabovun rəhbərliyi ilə hazırladıkları layihəyə görə təltif olunublar. Layihə karbon qazının tutulması və alternativ enerji istehsalı üçün bioaktiv nanomateriallardan istifadəyə əsaslanır. Komanda həm postfer sessiyasında, həm də təqdimat mərhələsində layihənin innovativ tərəflərini uğurla nümayiş etdirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Qazaxıstandan bir qrup doktorant qəbul olunub. Universitetdə keçirilən görüşdə onlar elmi rəhbərləri ilə tədqiqat istiqamətləri və gələcək planlarını müzakirə ediblər. Doktorantlara universitetin laboratoriya, kitabxana və elmi resursları barədə geniş məlumat verilib. Uğurlu elmi fəaliyyət üçün bütün imkanların yaradılacağı vurğulanıb. Qazaxıstanlı tələbələrin universitetdə təhsili iki ölkə arasında təhsil və elmi əməkdaşlığın inkişafına töhfə verəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ayna tərəfindən elektrikli skuter və velosiped kimi mikromobillik vasitələrinin düzgün və təhlükəsiz istifadəsinə dair sessiya təşkil olunub. Tədbir dayanıqlı nəqliyyat vərdişlərinin aşılanması və məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılmasına yönəlib. Sessiya, təqdimat və praktik skuter təlimi olmaqla iki hissədən ibarət olub. Tələbələr həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. George Washington Universitetinin professoru Dr. Tarek Elqazevi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinə kompüter texnologiyaları və mühəndisliyinin gələcəyi, yüksək performanslı hesablamalardan süni intellekt avadanlıqlarına mövzusunda seminar təqdim edib. Seminar interaktiv formada keçib, tələbələrin sualları cavablandırılıb və müasir texnologiyalarla bağlı ətraflı məlumat verilib.
Görüş Ada Universitetində keçirilən səfər çərçivəsində baş tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Kitabxana İnformasiya Mərkəzində Energetika Fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Teymur Rəsulova həsr olunan Qürub vaxtı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində universitetin rektorunun müşaviri Nəsibə Əmirbayeva şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. Teymur Rəsulovun döyüş yolunun gənclərə örnək olduğunu bildirib. Şəhidin atası və ailəsi də çıxış edərək minnətdarlıqlarını ifadə ediblər. İştirakçılar şəhid Teymurun təhsil illərindən nizam intizamı və vətənpərvərliyi ilə seçilməsindən söz açaraq xatirələrini bölüşüblər. Tədbirdə tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti İnsan Resursları Departamentinin təşəbbüsü ilə yeni müəllimlərlə görüş təşkil olunub. Tədbirdə universitetin rəhbərliyi və müxtəlif struktur bölmələrin nümayəndələri iştirak ediblər. İnsan Resursları Departamentinin direktoru Günay Rəfiyeva kadr siyasəti, müəllimlərin peşəkar inkişafı və tədrisin keyfiyyətinin artırılması barədə danışıb. Prorektor və digər şöbə rəhbərləri isə universitetin elmi və tədris potensialı, gələcək planlar və əməkdaşlıq imkanlarından bəhs ediblər. Sonda müəllimlərin sualları cavablandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elsevier ekspertinin Scopus müəllif profili mövzusunda təlim keçirilib. Sayda-sak təlimdə Scopus profilinin yaradılması, idarə olunması və optimallaşdırılması, tədqiqatların beynəlxalq səviyyədə tanıdılması yolları barədə məlumat verib. Təlim tədqiqatçılar və müəllimlər arasında böyük maraqla qarşılanıb. Sayda-sak Elsevierdə 10 ildən çox təcrübəsi ilə 300-dən artıq seminar keçirib. Əbu Dabi Universitetinin rektoru Qassan Auad, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizovla görüşüb. Universitetdə keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş çərçivəsində tərəflər tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi, doktorantura səviyyəsində mübadilə proqramlarının təşkili və digər elmi əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Sonda qonaq universitetin laboratoriya və kompüter otaqlarında olub və burada tələbələr üçün yaradılmış müasir təhsil və elmi tədqiqat şəraitini yüksək qiymətləndirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetinin məzunu Pərvin Hacıyeva Böyük Britaniyanın Eneos Enerji şirkətində 3 aylıq təcrübəsini uğurla başa vurub. O, Böyük Pegasus ərazisində regional təzyiq və maye analizi mövzusunda layihə təqdim edib. Mürəkkəb yeraltı məlumatları aydın və interaktiv vizuallara çevirib. Təcrübə zamanı Pərvin proqramlaşdırma, tədqiqat, problem həlli və əməkdaşlıq bacarıqlarını inkişaf etdirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Teknofest 2025-də ikinci yerə layiq görülüb. Mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Həsən Dadaşzadə Pardus xətaları aşkarlama və tövsiyə yarışması kateqoriyasında uğur qazanıb. Onun rəhbərlik etdiyi Farad komandası proqram təminatındakı boşluqların aşkarlanması və müdafiəsi üzrə innovativ həllər təqdim edib. Digər tələbə Məhəmməd Cəbrayılov isə Milli Aviasiya Akademiyasının AZ-ST komandası ilə 2 kateqoriyada ikinci yeri tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Times Higher Education Beynəlxalq Reyting Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Z-Avrasiya Universitetlərin sammitində təmsil olunur. Sammitin ikinci günündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov universitetlər iqlim fəaliyyətini necə təşkil edir mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edib. Panel müzakirəsində çıxış edən Rüfət Əzizov dayanıqlılıq anlayışının universitetlərin strateji inkişafında əsas istiqamət olduğunu diqqətə çatdırıb. O, dayanıqlılığın yalnız layihə və təşəbbüslərlə məhdudlaşmadığını, həm tədris, həm də elmi fəaliyyətin ayrılmaz hissəsinə çevrilməli olduğunu vurğulayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti eyni zamanda sammitdə öz stendi ilə təmsil olunur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabah qrupları Mexatronika və Robototexnika Mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Murad Qaramollayev Almaniyanın Hannover şəhərində keçirilən Şəhərdə Təbiətin Mühafizəsi beynəlxalq mübadilə tədbirində ölkəmizi uğurla təmsil edib. Murad Qaramollayev beynəlxalq tədbirdə elmi tədqiqat mövzusunda çıxışı və poster təqdimatı ilə ölkəmizi təmsil edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində 27 sentyabr Anım Günü adlı kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən, Azərbaycan ordusunun əskər və zabitlərimizin, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərdən, eləcə də universitetin şəhid məzunlarından və onların döyüş yollarından bəhs edən 60-a yaxın kitab, fotoalbom, qəhrəmanlıq mövzusunda olan müxtəlif janrlı ədəbiyyat nümunələri yer alıb. Sərgidə həmçinin universitetin tələbələrinin 44 günlük vətən müharibəsinə həsr etdikləri vitraj rəsmləri də nümayiş olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 27 sentyabr Anım Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə əvvəlcə universitetin şəhid məzunlarının adını daşıyan auditoriyalar və şəhidlər üçün ucaldılmış abidə kompleksi ziyarət edilib. Universitetin professor müəllim heyəti, tələbələr, həmçinin şəhid məzunların ailə üzvləri və yaxınlarının iştirak etdiyi tədbirdə hər günü bir qəhrəmanlıq dastanı olan Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük vətən müharibəsindən və ordumuzun tarixi zəfərindən, o cümlədən şəhidlərimizin, qəhrəmanlarımızın döyüş yolundan bəhs edilib. Onların əziz xatirəsi ehtiramla yad olunub. Bununla da bu həftəlik AZİ xəbər buraxılışını yekunlaşdırırıq. Daha çox xəbər və yenilik üçün bizi izləməyə davam edin. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.